Mustafa Kemal Paşanın 1919-cu il mayın 19-da Samsuna ayaq basmasından bir neçə gün öncə, yəni 1919-cu il mayın 14-də Osmanlı Sultanı Sultan Vahdəddin tərəfindən Mustafa Kemal Paşaya bir məktub göndərilir. Deyilənə görə bu məktub fərman şəklində deyil. Ancaq görünən odur ki, Osmanlının sonuncu sultanı Sultan Vahdəddin tərəfindən Mustafa Kemal Paşanın Samsuna çıxdığı tarixdən bir neçə gün öncə Sultan tərəfindən Paşaya belə bir məktub gəlir. Böyük ehtimalla da Mustafa Kemal Paşa bu məktubdan sonra hərəkətə keçir. Təbii ki, bu məktubun yazılma tarixinə və məzmununa uyğun olaraq yürüdülən məntiqi bir fikirdir. Belə olub-olmadığı barəsində isə dəqiq bir fikir yürütmək mümkün deyil. Məktubda deyilir: Yavərlərimdən Mustafa Kemal Paşaya. Müttəfiqlər dünya müharibəsini uduzduqdan sonra ortaya çıxan siyasi durum cəddimin torpağına, xilafət və səltənət məqamını çətin və təhlükəli bir sahəyə sürüklədiyindən, hökumətimin qərarına görə təyin edildiyiniz bölgədə asayişin bərqərar edilməsinin, razı olmayacağım durumların ortaya çıxmasının qarşısının alınmasına və hücumların önlənməsi üçün hər zaman əldən gəldiyi qədər birlikdə çalışıb səy göstərilməsinin, millətimin toxunulmazlığının sağlamlaşdırılması və ölkəmin təcavüzkar əllərdən qurtarılması üçün tək bir vücud olaraq hərəkət edilməsinin hökmdarlara məxsus salamımla bərabər əsgərə, məmurlara və əhaliyə təbliğini əmr edirəm. 14 may 1919-cu il Mehmet Vahdəddin.